Gəlin hava ilə bağlı xəbərdarlığı birlikdə izləyək. Sarı xəbərdarlıq verilib. Azərbaycanda martın 30-u axşam 31-i bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Naxçıvan, Ağstafa, Qazax, Daşkəsən, Gədəbəy, Göygöl, Kəlbəcər, Laçın, Zəngilan, Gəncə, Goranboy, Naftalan, Tovuz, Qobustan, Neftçala, Xızı, Ağsu, Şamaxı, İsmayıllı, Şəki, Oğuz, Qəbələ, Qusar, Şirvan, Mingəçevir, Göyçay, Hacıqabul, Cəbrayıl, Salyan, Derik, Yardımlıda qərb küləyi əsəcək. Küləyin sürəti 13,9-20,7 saniyədən metr təşkil edəcək. Qeyd edək ki, Bakı və Abşeronda yağıntının miqdarı normadan 6 dəfə çox olub. Dağlıq ərazilərdə qar yağıb. Qarın hündürlüyü Şahdağda 53, Qrızda 8, Kəlbəcərdə 5, Laçın, Xınalıqda 3 sm-dir. Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 143 mm qeydə alınıb ki, bu da aylıq normanın 606%-dir, yəni 6 dəfə çoxdur. Qərb küləyi əsib. Küləyin maksimal sürəti Daşkəsəndə 21, Şahdağda 20, Şabranda 18, Zəngilanda 15 saniyədə metrə çatıb.